Bu yaxınlarda əmək mühafizəsi üzrə yüksək vəzifəli bir şəxslə müzakirə aparırdıq və mən orada ona belə bir söz dedim ki, mən sahədə işləməyən, dənizdə, yəni offshorda platformanın, gəminin kənarlarına dalğa vura-vura iş görməyən, əlində heç bir texniki avadanlıq tutmayan, qurğunun iş prinsiplərindən xəbəri olmayan insanların mənə işimi necə görməyini və yaxud da ki, hansı standartlarla işləməyimi göstərməklərini istəmirəm. Məsələyə real baxaq. Mən əmək mühafizəsi üzrə yüksək vəzifəli, belə deyək, beynəlxalq səviyyədə tanınan qurumların rəhbər şəxslərinin və ya çox hissədə hansısa şöbələrinin, hansısa qollarının rəhbərlərinin profillərinə girirəm, baxıram. Çoxsu hardasa advisor, hardasa konsul, hardasa rəis müavini, hardansa şöbə müdürü. Belə vəzifələrdə, rəhbər vəzifələrdə qalxa öz əmək haqlarının, öz qazanclarının hesabına nümayəndəlik alırlar, sertifikatlar alırlar və bununla da öz yüksək vəzifələrini saxlayaraq sahədə sözünü diktə edən hardasa institutlara, qurumlara, vəzifələrə keçirlər və oradan başlayırlar artıq hansısa standartlar yazmağa, hansısa normativlər yazmağa, hansısa ideyalar irəli sürürlər, hansılar ki, real iş şəraitinə uyğun deyil. Adam gəlir, məsələn, vəzifəyə keçir, adi ventilin zamokuna 5 sözdən ibarət nəsə bir şey fikirləşir. Yəni, adi ventil zamokunda 2 dənə svarka vursan da bağlanacaq, məsələn. Onun üçün götürüb nəsə prosedurlar hesablayıblar, nəsə təhlükəsizlik qaydaları qoyublar ora, xeyli sənədləşmə aparılmalıdır, nəsə jurnala qeydiyyat aparılmalıdır, bunun üzərindən təlimlər keçirlər. Halbuki bəlkə də yerində dursan 1 dəqiqəyə və yaxud da ki 2 dəqiqəyə yerinə yetirilən bir işdir. Ya tutalım ki, heç vaxt neft platformasında, neft-qaz sahəsində işləməmiş, orada həqiqətən də sualtı proseslərdən, təzyiqlə işləyən qurğulardan, hansısa yanğın təhlükəsizliyi avadanlıqlarını görməmiş, onlarla işləyən fəhlələrin əlində hansı cihazlar olur, hansı alətlər olur, onlardan istifadə etməmiş, heç üzünü belə ancaq görməmiş şəkildə və yaxud da ki, hansısa reportlardan məlumat almış bir insan gəlir bugün vəzifəyə keçir və başlayır hansısa normalar tətbiq etməyə, hansısa bu sahədə ideyalar verməyə. Mən ideyaların əksinə deyiləm, insanların da əksinə deyiləm. Sistemin düzgün qurulması tərəfindəyəm. Çünki nəsə bir, belə deyim, qəza baş verəndə başlayırlar qəzanın kök səbəbini axtarmağa. Yox, fəhlədədir günah, nə bilim, qurğudadır günah, yox, əmək mühafizəsi mütəxəssisindədir günah, kimsə nəsə eləməlidir, yox, sistemi dəyişməliyik, biz yeni... Xeyr, necə deyirlər, balıq başdan sürüyor. Birinci olaraq sistemin ümumi şəklinə baxmaq lazımdır. Məsələn, ümumiyyətlə tutalım ki, qaynaq işində işləyən insan nəyə görə bu prosesləri bu normativ sənədlərlə və yaxud da ki, bu cür qoyulmuş qaydalarla işini görür. Bunları kim yazıb, kim təsdiqləyibdir, bizə hardan gəlib? O qədər, yəni ilkin normanı, ilkin ideyanı verən insandan ta üzü bura tutmuş, belə deyək də, Londondan üzü bura tutmuş Azərbaycana qədər həmin norma, həmin sertifikat, həmin təlim forması o qədər insanın əlindən keçir ki, iş yerində gedib o qədər adamın üzərindən sənədləşmələrinin içindən keçib tətbiq olunur ki, biz artıq onun səbəbini başlayırıq biz yerində axtarmağa. Halbuki yerində axtarmaq lazım deyil. Sistemin başdan, lap yuxarıdan vəzifəli, işi bilməyən, ancaq sertifikat, nəsə vəzifədə olmaq və yaxud da ki, hansısa tanışlıqla keçib normativlər yazan, sənədlər yazan, öz pulunun hesabına özünü qaldırıb, reklam hesabına özünü qaldırıb vəzifəyə qoymuş insanların verdiyi ideyalar, verdiyi normalar hesabına bu qəzalar baş verir. Real şəraitdən danışılmır, hansısa mənasız, lazımsız sistemlər üzərində işlər gedir. Məsəl üçün, isti ölkələrdə gender fərqliliyi olan insanların əməyin mühafizəsi qaydaları. Bu normal deyil axı. Hal-hazırda bizdə platformalarda insanlar ölür.
Bizdə nə qədər qaynaqçını tok vurur, nə qədər fəhlə yığılır, skafoldlarımız normal yığılmır, taxtabəndlərdir, dəmirbəndlərdir, düzgün quraşdırılmır. Offshore-da işləyənlərə yanğın nəzarətidir, məsəl üçün qurğuların düzgün istifadə qaydasıdır. Qurğunun texniki pasportuna görə yox, hardansa xaricdən kimizə verdiyi normativ sənətə görə tətbiq olunur hansısa iş qaydaları. Ona görə mən onda da, müzakirədə də fikrimi də bildirdim ümumiyyətlə. Bəzi belə deyim, 2 nəfər idilər. Hər ikisinə sözümü də dedim ki, çünki deyirəm, vəzifədə və yaxud da ki, sadəcə pullu olduğuna görə hörmət olunan insanların özünə elə dalbadal, bahalı sertifikatlar alıb özünə CPD-sin davamlı peşəkar inkişafını təmin edib vəzifəyə keçib, ancaq real əlində heç bir qurğu, avadanlıq, nə platformada, nə sahədə, nə üzünü bir nəfər insan olsa belə görüb ona təlim keçməmiş adamın gəlib hansısa sahəyə məsləhət verməsin, ideya verməsin, norma, hansısa sənəd yazmasını istəmirəm. Ona görə yoldaşlar, diqqətli olun, çalışın iş yerlərində öz hansısa sahədə işlədiyiniz, hansı qanunvericilik çərçivəsində işlədiyiniz bölmələrdə, yerlərdə, hansısa qurğulara xidmət göstərilirsə və orada adam işləyirsə, mütləq qurğunun texniki sənədlərinə baxın, insanın sağlamlıq vəziyyətinə baxın, yerli qanunvericiliklə uzlaşdırın. Hardasa hansısa xarici ölkədən götürdüyünüz sənədin üzərindən nəsə iş qurmağa çalışmayın. Çünki bir də deyirəm, xarici sənədlər daha çox hansısa ideya, hansısa belə deyim, innovasiya üzərində qurulmuş test üsulu nəsə bir sənəd ola bilər. Və hansısa bir insanın ideyası ola bilər, hansı ki, həmin qurğudan ümumiyyətlə xəbəri yoxdur. Ona görə yoldaşlar, belə vəziyyətlərdə diqqətli olun, çünki baş vermiş qəzanın, baş vermiş insan ölümünün, insan xəsarət almasının vicdanını siz çəkəcəksiniz. O sənədi Londondan, Amerikadan yazıb pul qazanmaq xətrinə nəsə biznes sərmayəsi qazanmaq xətrinə yazan insanlar yox.